ki, sosial öyrənmə nəzəriyyəsi insan həyatında mühitin vacibliyini vurğulayır. Bir də deyirəm, yenə deyirəm. Bu nəzəriyyə sanki bizdə o çoğundan eşitdiyimiz insan deyil, sonunda olmaqdır, qorxduğu insana çevrilir. Olmaq istəmədiyi və olmaqdan qorxduğu insana çevrilir. Niyə? Çünki onun şüur altında həmin o insanla bağlı nüanslar yatır. Məsələn, burada baxın, uşaq, elə bizim uşaqlar da belədir, ancaq atasını yamsılayır. Deyirsə onu eləyir. Atam bunu onu eləyim. Qızım tutaq ki, deyir ki, mən dərs keçirirəm, qulluq müəlliməsiyəm və yaxud da deyir, yox, təliməm. Mən eləyib. Nə ailəsində bir oğlan bir uşaq. Niyə desin ki, hə, mən tutaq ki, müəllimlik edirəm. Ancaq görüb ki, evdə oxuyurlar, deyir, hə, mən də oxuyan olacam. Və yaxud da ki, başqa bir mühitdə çalışan uşaq hər nə görürsə, tutaq ki, onu deyir ki, mən onu olacam. Çünki insanın şüur altında ancaq o görüyə birləşir. Deyir ki, insan həyatda hər bir şeyi müşahidə edərək öyrənir. Məsələn, biri başqa birinə bullying göstərirsə, demək bu uşaq bu bullyingi öz həyatında görüb. Demək o uşaq buna ki, bunu göstərir. Uşaq görmədiyi hər hansısa bir şeyi başqasına tətbiq eləyə bilməz. Baxın, burada ata-anaya qışqırır, ana acığını uşaqdan çıxarır, əsəbini ondan çıxır, uşaq da öz oyuncağından çıxır. Uşaq böyüyür gələcəkdə, gedir, istər oğlan, istər qız, gedir bunu kimisə ladından çıxır. Hətta niyə deyirlər ki, anasına bax, qızını al və yaxud da ki, ailəsini araşdırın, ondan sonra kiməsə ailə qurun. Çünki doğrudan da düşünürlər ki, və bu elm də bunu təsdiq eləyir ki, insan öz həmişə ailəsində gördüyü insana bənzəyir. Bunu elə həm real həyat nümunəsindən müəllimlər, həm də ki, necə deyim, çoxunlardan görə bilərsiniz də onsuz da. Yəni bu sübutdur. Bunu deməyə ehtiyac yoxdur. Şəxsən bizdə elədir. Nə qədər mən qardaşım desə də ki, mən belə olmaram, hə, bu belə olub, amma gedib yenə eyni tutaq ki, atam kimi atama oxşuyur və yaxud da mən özüm də. Desəm də ki, hə, anam belə eləyib, mən elə olmaram, mən görmərəm, amma baxırsan ki, yenə eyni, sanki anan elədiyi hər şeyi sən də eləməyə çalışırsan və eləyirsən də. Çünki niyə? Şuur altımızda ancaq odur. Deyir ki, məsəl üçün, indi məsələlər bu nəzəriyyəni, belə deyim də, tam izah eləmək üçün deyirəm. Məntiqi cəhətdən. Deyir o vaxtda Albert Bandura adlı bir alim, tam deyir bunu sübut eləmək üçün iki otaq götürür. Hər iki otağa balaca uşaqlar yığır. Orada valideynlər də yığır. Oraya bir dənə bobi dolu oyuncağı, kukla qoyur. Baxır ki, bu valideyn gəlir, belə bir otaqda olan valideynlər kukla döyür, yığır, təpikləyir. Baxırlar ki, elə 6-9 aylıq uşaqlar da gedib elə eyni həmin oyuncağı bunlar da yıxırlar, vururlar. Yəni uşaq gördüyünü eləyir. Amma digər uşaq otaqda isə valideynlər isə oyuncağa toxunmur və o uşaqlar da oyuncağa toxunmur. Məsəl üçün, mən sizə bunu deyim, qulaq asın. Deyir ki, bax, bir neçə ay əvvəl belə bir şey olub ki, balaca uşaqlar yığılan otağa, yəni bu sizə bir dünya görüşü kimi deyim də, balaca uşaqlar olan bir otağa, yəni iki otaq götürüblər, birinə ilan qoyublar, o birinə də ilan qoyublar. İlan olan otağın birində valideynlər başlayır ilandan qorxmağa. Yəni orada valideynləri salıblar. Valideynlər görür ki, ilan var, biz başlayır qorxmağa, qışqırmağa və uşağı oradan uzaqlaşdırmağa başlayır. Artıq o uşaq ilanı görəndə qorxur, başlayır qışqırmağa. Hə, vaxt görsə başlayır qışqırmağa, qorxmağa. Amma otağın o birisində ilan normal şəkildə sürünür uşağın yanından. Heç bir yaşında uşaq bilmir də ki, bu ilan bir şey oyuncaqdır. Heç ona fikir vermir, məhəl qoymur. Adi bir şey kimi bunu qarşılayır. Yəni, birincisi uşaqlar niyə bu ilana belə deyim, aqressiv qarşılamış? Çünki valideynlər onu görmüşdü. Yəni, deyir ki, əslində, deyir təbiətdə heç bir canlı, həm də heç bir insan ilk əvvəl deyir, bu heyvanları ovlamaq, bu heyvanlardan qorxmaq niyyətində olmayıb. Hamısı deyir, normal formada yaşayıb gediblər. Amma nə vaxt ki, bu insanların bir qismi heyvanları ovlamağa başladı, bu heyvanlara şiddət göstərməyə başladı. Onların da övladları başladı bunu eləməyə. Onların da övladları gördü bunu eləməyə. Yəni, insan birinci doğulanda heyvanlara qarşı, insanlara qarşı aqressiya ilə, kinlə, bullyingdən doğulmur. İnsan birinci normal doğulur. O onu zaman-zaman öz valideynindən, birinci valideyni görür də, öz valideyni də görür, artıq o da eyni şey tətbiq etməyə çalışır. Yəni, insan birinci müəllimlər normal. Yəni, hansı insan ki, xəstə olur, psix olur, aqressiv olur, kobud olur, bullying eləyən olur, demək ki, o nə vaxtsa ona rast gəlib, onu o görüb də eləyir. Yoxsa insan normal doğulanda heyvanlara belə qarşı qorxusu olmur. İnsan qorxunu sonradan öyrənir. Bax, bununla bağlıdır mənlər sosial öyrənmə nəzəriyyəsi. Sonra deyir ki, insan deyir həyatında 3 cür deyir öyrənmə modeli var. Bunun birincisi valideyndir. Təbii ki, əvvəllər ancaq valideyn olub. İkincisi, indiki dünyamızda və çox böyük qlobal problemdir müəllimlər. İkincisi, filmlər, televiziya, YouTube, şagirdən telefonda baxdığı oyunlar. Məsəl üçün, mən nə qədər qorumağa çalışsam da, nə qədər elə müəllim ailəsi falan olmağa çalışsam da, baxırsan ki, uşaq qəribə hərəkətlər eləyir. Amma bunu hardan öyrənib? Evdən çıxmırıq, heç yerə getmirik, bina evindən düşmür. Birinə baxdığı telefondur. Mən bunu eləmirəm. Demək, bu bunu telefondan öyrənib. Yəni, biz özümüz qədər də uşağımızın nəyə baxdığına, hansı filmə, hansı kinoya, hansı multfilmə, hansı oyunu oynadığına mənlər diqqət eləməliyik. Bununla da şagird hər şeyi öyrənə bilir. Üçüncü isə uşağın həyatında olan söz. Sözlü təlimat.
Bu da uşağın insan deyir həyatında böyük rola malikdir. İnsan deyir hər hansısa bir şeyi birdən-birə öyrənmir. Müəllimlər, bu dərsi bu qədər dərinliyə getməyimə səbəb dərsin yeni salınmağıdır. Bununla bağlı heç taimdə də sual yoxdur. Mənim də sualım yoxdur. Nə yalan deyim ki? Çünki bilmirik ki, bununla bağlı nə cür sual salınır. Taim bunu salıb dərsiyə, amma bununla bağlı sualı yoxdur. Qəbul da bununla bağlı bu sual düşməmişdi. İndi o birinə bağlı çox, bununla bağlı düşməyib. Ona görə bununla bağlı ehtimal eləmirəm ki, bu il düşünürəm ki, hansı tip sual düşə bilər. Ona görə istəyirəm ki, hər bir yeri deyim sizə. Məsələn, taksonomiya bağlı dəqiq bilirəm, bu linkdən bağlı dəqiq bilirəm, əsas şeylər deyirəm. Amma bununla bağlı müəllimlər dəqiq bir fərziyyəmiz yoxdur. Ona görə hər bir yerə diqqət etməyimiz lazımdır. İnsan deyir hər hansısa bir şeyi birinci diqqətdən baxır. Bax, uşaqlar televizora baxanda, telefona baxanda çağırırsa sən heyva yemir. İkinci ona diqqətdən baxır. O diqqətlə o qədər ona baxır ki, diqqətlə o qədər baxır ki, onun o qədər artıq onun düşür yadına. Qalır onun ki, beynində yadında qalır. Sonra uşaq onu özü həyata tətbiq eləyir. Sonra elə bilir ki, bu yaxşı bir şeydir və onu qavrandı beyninə. Yəni uşaq tutaq ki, baxır cinayətə, ölüm hadisəsinə diqqətlə baxır, yadda saxladı. Sonra onu evdə tutaq ki, uşaqların bacısının oyun oynayanda onu eləməyə çalışır. Kimsə buna gülür ki, buna bax gör nə eləyir. Artıq uşaq nə edir? Bunu keçirdi öz həyatında tətbiq kimi. Bu yanlış bir şey deyirəm də indi sizə. Yəni uşağın səhv bir şeyə mənlər baxmağa belə qoymaq lazım deyil. Və yaxud yaxşı bir şeyə. Uşaq birinci nə edir? Həmin yaxşı şeyə diqqətlə baxmalıdır. Ona diqqətlə baxandan sonra tutaq ki, istəyirik uşağımız nə bilim idmançı olsun. Diqqətlə baxmalıdır. Müəlliməmi, bir idman növünəmi, gedişata baxmalıdır. Sonra o onun beynində qalmalıdır, saxlamalıdır. Sonra o həmin idmanı tətbiq eləməlidir. Sonra biz ona motivasiya verməliyik ki, sən bunu bacarırsan, sən öhdəsindən gəlirsən, sən hər şeyi bilirsən. Artıq o uşaq artıq onu çevirir nəyə? Özünün gündəlik həyatına. Aydındır? Deyilən uşağın öyrənməsinlə bağlı diqqət, saxlama, tətbiq, motivasiya. 4 ardıcıllıq var. Bir də mənlər tətbiqin o biri adı bizdə reproduksiya sayılır. Buna bağlı başqa istəyimiz yoxdur müəllimlər. Belə nə üçün verilmədiyi bəlli olmayan bir dərsdir. Mən həmişə deyirəm ki, düşünürəm ki, taim kitabına söz yığını olsun deyə salınıb. Çünki ona bağlı test də yoxdur. Amma indi keçirikdə nə edək? Veriblər, biz keçməliyik. Sonra müəllimlər var izini bizim burada ən vacib və bayaq dediyim kimi mütləq sual düşən dərsimiz. Operant şərtlənmə. Müəllimlər, operant şərtlənmə budur ki, yəni bu da başlığı deməyəcəm, bir sıra alimlərin adları var, özünüz başlığı oxuyarsınız. Deyir insan hər hansısa bir şey yaxşı bir şey eləyirsə, bir o yaxşı şey o arzu, yaxşı şey nədir bizdə? Arzu olunan davranışdır. Bu. Tutaq ki, uşaqlarımız mütəmadi olaraq dərsini oxuyur. Mütəmadi olaraq nə bilim, hər zaman hazırlıqlı gəlir dərsə. Bu arzu olunan davranışdır. Deyir insanda arzu olunan davranışı stimullaşdırmaq, həvəsləndirəriksə, daha da uşaq deyir onu artıq yaxşı eləməyə başlayacaq. Yəni budur operant şərtlənmə. Deyir və yaxud da arzu olunmayan davranışla bağlı, uşağa cəza versək, bunun arzu olunmayan olduğunu bildirsək, şagird deyir mütəmadi olaraq onunla bağlı da onu tənqid edəcəkdir. Belədir müəllimlər. Deyir ki, indi burada 4 dənə cəmi nüans var. Baxın, bu da var bizim nəyimiz? Gücləndirmək və cəzalandırmaq. Müəllimlər, gücləndirmək yadınızda qalsın. Bunu belə qayda alın. Gücləndirmək şagirdə bir dənə motivasiya verməkdir. Şagirdə bir dənə mükafat verməkdir. Şagirdi stimullaşdırmaqdır.